Təkcə dua etmək bəs edirmi? Peyğəmbərimizə nisbət verilən kəlamda deyilir: sədəqə bəlanı dəf edir və o ən təsirli dəvadır. Yəni ən nəticə verici dərmandır. Qəti şəkildə verilmiş qəzanı da, yəni hökmü də dəf edə bilir. Xəstəliklər yalnız dua və sədəqə ilə aradan gedər. Əddə geniş məfhumlu sözdür. Həm daxili, həm xarici xəstəlik, eyib və sair sıxıntılardır. Məqsədim odur ki, bəzən dilə güc veririk, amma sədəqə yaddan çıxır. Bir çox insanlar Quran açdırmaq, nə bilim, cadu sehrə verdikləri pulları Allah yolunda sərf etsəydilər, məsələn, qurban kəssəydilər, fəqirə versəydilər, nələr olardı? Pulum yox deyə, olanda verərəm. Yox, elə deyil. İnsanın malı verdikcə, paylaşdıqca çoxalır. 5 manatın var, 1 manatını Allah yolunda ver. Bundan sonra dua ilə sədəqəni yanaşı edin. Dua edin, sədəqə verin. Allahın izin və istəyi ilə səmimi niyyətiniz varsa, ilahi iradə ilə uyğun gəlirsə, inşallah məqsədə çatarsınız.